Analar, atalar hara baxırlar? Bütün qarınları açıq bunların. Arğı da elə, kökü də elə, belə çox belə biabırçı şəkildə görsənirlər. Özlərini güzgüdə görmürlər. Yəni demirik, müasirləşin, yaxşı şeylərə müasirləşin. Amma daha açıq-saçıq o nə deməkdir? Biri ilə bu yaxında mən Targovoda lap belə atışdım. Bir cavan qız belə bağışlayın mənə lüt də demək olar. Bir dənə burası şey. Deyirəm ona ki, sən nətəri valideynin falan. Valideyn sayan var, indi saymırlar. Özləri bildikləri kimi. Bura Avropa deyir ki, bura Azərbaycandır da, yox. Azərbaycanlı olduğumuza görə bunlara riayət eləməliyik də. Azərbaycan mentalitetinə uyğun geyməlidir. Bura xaric deyil, yəni biz qərblə ayaqlaşmamalıyıq. Bizim özümüzün milli, mənəvi dəyərlərimiz var. Ona görə mən istəyərdim ki, milli mentalitetimizə uyğun geyinsinlər. Açıq sevinirlər ki, hə, nə yaxşı məktəbi qurtardım, açıq-saçıq geyinə bilərəm, istədiyimi geyinə bilərəm. Ancaq bu düzgün deyil, bu layiqli. Bizim mentalitetimizə uyğun geyinsinlər, səliqəli. Normaldır, yəni tələbədir də, yəni məncə azad şəkildə geyinə bilər.